Salam, hörmətli abituriyentlər. Bugün Xürrəmlər Hərəkatı haqqında danışacağıq. Xürrəmlər Hərəkatı Azərbaycanda baş verən bir üsyan idi və bunun səbəbləri vardı. Səbəbləri nə idi? Ərəb əhalisinin Azərbaycana köçürülməsi, xilafətin ağır vergi siyasəti, məmurların özbaşınalığı, yerli feodalların mülk və imtiyazlarının məhdudlaşdırılması. Yəni yerli feodallar deyəndə Azərbaycanlılar nəzərdə tutulur. Və bütün bunlar səbəb idi. Yəni Xürrəmlər Hərəkatının başlamasına bir səbəb. Xürrəmlər Hərəkatının iki rəhbəri vardı, Cavidan və Əbu İmran. Bunlar həm ərəblərə qarşı mübarizə aparırdılar, həm də bir-birlərinə qarşı mübarizə aparırdılar. Yəni Xürrəmlərin qüvvələri parçalanmışdı, ona görə uğurlu ola bilmirdilər. Bunların ilk üsyanları 778-808-ci illərdə olmuşdu. 816-cı ildə isə Xürrəmlərə Babək rəhbərlik etməyə başlayır. 819-cu ildə Babəkin rəhbərliyi, yəni əvvəl Cavidan və Əbu İmran idi. Sonra bunlar öz aralarındakı döyüşlərdən birində ölürlər, ikisi də. Babək keçir bunların başına. Babək artıq iki rəhbəri əvəz eləyir, yəni bir rəhbər olur. Və bir rəhbər olması kifayət qədər yaxşı idi, çünki Xürrəmlərin qüvvəsi birləşirdi. Və daha ciddi şəkildə, daha intizamlı şəkildə öz üsyanlarını idarə edə bilirdilər. Ona görə 819-cu ildə biz görürük ki, xilafətin mərkəzindən ordu göndərilir Azərbaycana. Üsyanı yatırması üçün. Bu bir daha onu göstərir ki, üsyan nə qədər böyüyüb. Xürrəmlərlə ərəblər arasında döyüşlər baş verir. Bu döyüşlər haqqında danışacağıq. Amma döyüşlərdə ərəblərə üstünlük 835-dən artıq deyə bilərik ki, tam üstünlük keçir. Afşinin ərəb ordusuna komandan təyin edilməsi ilə. Afşin ərəb ordusuna komandan təyin edən türk sərkərdəsi idi. Bacarıqlı idi və o Babəkin biləyini bükę bilir. Ərəblərlə Xürrəmlər arasında hansı döyüşlər var? Gəlin bu döyüşlərə bir nəzər salaq. 1-ci Əşrətsər 829 Xürrəmlər qələbə qazandı. 831-ci Həmədan yenə Xürrəmlər qələbə qazanırlar. 833 2-ci Həmədan döyüşündə ərəblər qalib gəlirlər. 836 2-ci Əşrətsər döyüşündə Xürrəmlər, 837 Bəz döyüşündə yenə də ərəblər qalib gəlirlər. Diqqət etdinizsə, ərəblərin qalib gəldiyi döyüşlər yalnız 2-ci Həmədan və Bəz döyüşləridir. Digər döyüşlərdə isə Xürrəmlər qalib gəliblər. Lakin Bəz döyüşü çox həlledici idi. Yəni Xürrəmlərin əsas sığınacağı olan Bəz qalası uğrunda gedirdi döyüş və ərəblər qələbə qazandılar. Bununla da Babək ələ keçirilir. O qaçıb Bizansa sığınıb, sonra yenidən ordu toplayıb üsyanı davam etdirmək istəsə də yerli feodalların, yəni elə bizim öz Azərbaycanlılarımızın satqınlığı səbəbindən ərəblər tərəfindən yenidən ələ keçirilir. 838-ci ildə Samirə şəhərinə aparılaraq orada faciəvi şəkildə edam edilir. Bununla da Xürrəmlər Hərəkatı başa çatır. Belə, dəyərli yoldaşlar, ümid edirik ki, video sizin üçün faydalı oldu. İndi isə vəsaitimizə keçək və mövzunu bir də oradan oxuyaq. Hələlik.